Aprelin 8-i Xəzər dənizində 5,3 magnitudada baş verən zəlzələ istər-istəməz bütün layları, blokları tərpədib. Ona görə də afterşoklar davam edəcək. Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Xəzər xəbərə müsahibəsində deyib. O bildirib ki, zəlzələlər Xəzər dənizi üçün xarakterikdir. Zəlzələ deməli ocaqları Xəzərdə kifayət qədərdir. Ayın 8-də ki baş vermişdi, 13:05-də. Bu 70 kilometr dərinliyində olan bu zəlzələ 5,3 magnitudalı Richter cədvəli ilə bu gücdə idi. Bu deməli oradakı parçalanma ki getdi, qırılıb düşmə, üstə gəlmə bir ocaqda belə bir proses getdi. Yəni 6 kilometr uzunluğunda, 4 kilometrinə qədər enində və bundan sonra deməli orada olan o laylarda parçalanmalar əmələ gəldi. Bu yandan sıxılma ki gedir, laylar parçalanıb o dağılır, zəlzələ baş verir. Yəni təkandır da bu və enerji ayrılması gedir, güclü enerji ayrılması. Seysmoloqun sözlərinə görə Xəzərdə güclü zəlzələ olması ehtimalı çox aşağıdır. Qaldı ki, onun o təsiri, yəni bu paytaxtda heç cür ola bilməz. Bildiyiniz kimi əsas o birinci baş vermiş o zəlzələnin təsiri Xəzər yanı ki, yaşayış məntəqələri var, Astaradır, Lənkərandır, sonra Lerikdir, Cəllabaddır, bu birisi nədir, Neftçaladır və ilə axır saatlı Sabirabadda belə 4 maksimum 3 bal gücündə hiss olunmuşdur. Bu da elə bir qorxulu bir şey deyil. Qurban Yetirmişli həmçinin ölkənin quru ərazilərində hər hansı dağıdıcı zəlzələ gözlənilmədiyini bildirib. Şəbnəm Qurbansoy, Əli Ələkbərov, Xəzər xəbər.